Hörmətli, sevimli uşaqlar, mən sizin hamınızı salamlayıram. Biz bugün Vətən Müharibəsi qəhrəmanının anım gününə yığışmışıq. 5 il bundan əvvəl həmən bugün o ana torpağa tapşırılır. Dəfn olan günüdür. Mən çox sevinirəm ki, bu tədbir məktəbdə 2 saylı Rəşad Abdullayev adına 2 saylı Cəllabad tam orta məktəbində keçirilir. Ümumiyyətlə, Sayad müəllimin peşəkarlığı, vətənə sevgisi və qayğısıyla bu tədbirlər məktəbdə mütəmadi keçirilir. Rayonda olan digər məktəblərə örnək olaraq məktəbdə bu tədbirlər keçirilir. Mən indi Ədalət Salmanın Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Qızıl Qələm mükafatçısı Ədalət Salmanın yazdığı kitabdan 4 nüsxə gətirmişəm. Onun birini Sayad müəllimə verəcəm, yadigar olaraq. 3-ünü verəcəm məktəbdə kitabxanaya. Siz o kitabdan istifadə edib qəhrəmanın məktəb illərindən tutmuş şəhadətinə qədər olan dövrü əhatə edən bir məlumatlarla bədii dildə tanış olacaqsınız, tam olmasa da. Bu fəxarətlidir. Bizim Göytəpə şəhər 1 nömrəli Vüqar Mirsalov adına tam orta məktəb, 2 nömrəli Vasif Hüseynov adına tam orta məktəb, şəhidlərin anım günlərinə, ümumiyyətlə gənclərin tərbiyəsinə, təlim tərbiyəsinə, vətənpərvərliyinə təsir edən bütün tədbirləri keçirirlər. Onların bu tədbirlərini arzu eləyərdim ki, rayonun digər məktəblərində də belə tədbirlər keçirilsin. Ona görə bizim gələcəyimiz siz uşaqlardan, siz şagirdlərdən asılıdır. Siz gələcəyin həkimləri, müəllimləri, alimləri, Rəşad kimi qəhrəmanlarısınız. Sizin içinizdən onlar çıxacaq. Və arzu eləyirəm ki, bu tədbirlər mütəmadi rayonun bütün məktəblərində keçirilsin. Elə bir məktəb yoxdur ki, rayonda o məktəbin şəhid məzunu olmasın. Yaxşı olar ki, bütün məktəblər bu tədbirləri keçirsin. Bu bizim gələcəyimizə edə biləcəyimiz ən böyük əməl, ən böyük iş olar. Gənclərin, uşaqların vətənpərvər tərbiyəsi bizim gələcəyimizdir. Bizim gələcəyimiz onların indi qoyulan təməldən asılıdır. Diqqətinizə görə sağ olun.